Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla salamlayırıq dəyərli izləyiciləri. Allahın salamı, rəhməti və bərəkəti sizlərin üzərinə olsun. Allah tutduğunuz orucları, ibadət və itaətlərinizi al dərəcədə qəbul eləsin inşallah. Ona Doğru proqramının yeni buraxılışında sizləri salamlayırıq. Bəli, hər zaman olduğu kimi bugün də dəyərli qonaqlarla birgəyəm, Allahın izniyle dəyərli ustadlarla birgəyəm. Çox uzatmadan istəyirəm qonaqları mən təqdim edeyim sizlərə. Dəyərli ilahiyyatçı, alim Seyid Şəhadət Heydərov. Xoş gəlmişsiniz. Xoş gördük, təşəkkür edirik. Allah var eləsin. Allah razı olsun. Digər dəyərli qonağımız Əhl-i-Beyt şairi Vüqar Mücahid. Xoş gəlmişsiniz. Təşəkkür edirəm, salamlayıram hər kəsi. Allah qəbul etsin. Bəli, digər əzizimiz, dəyərli Əhl-i-Beyt məddahi, dəyərli ustad Hacı Oqtay Qubalı. Hacı, salamun aleykum, xoş gəlmişsiniz. Aleyküm salam və rəhmətullah. Mən də sizi və bütün tamaşaçıları salamlayıram inşallah. Təşəkkür edirəm, Hacı. Və dəyərli qari Qur'an Ramal Vəlişov. Xoş gəlmişsiniz, qardaşım. Salam aleyküm, qardaş. Allah razı olsun. Allah sizləri var eləsin. Xoş oldu sizləri görmək. Və ilk öncə hər zaman olduğu kimi evlərimizi və verilişimizi Quran ahəngi ilə, avazı ilə zinətləndirək. Buyurasın inşallah. İlk olaraq dəyərli qari Quran, əziz qardaşım, söz sizdədir. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم تبارك الذي جعل في السماء بروجا وجعل فيها سراجا وقمرا منيرا وهو الذي جعل الليل والنهار خلفة لمن أراد أن يذكر أو أراد شكورا وعباد الرحمن الذين يمشون على الأرض هونا وعباد الرحمن الذين يمشون على الأرض هونا وإذا خاطبهم الجاهلون وإذا خاطبهم الجاهلون قالوا سلاما وعباد الرحمن الذين يمشون على الأرض هونا وإذا خاطبهم الجاهلون قالوا سلاما والذين يبيتون لربهم سجدا وقياما
والذين يقولون ربنا اصرف عنا عذاب جهنم إن عذابها كان غراما إنها ساءت مستقرا ومقاما صدق الله العلي العظيم. Allah sizə bərəkət versin qardaşım. Allah qəbul eləsin, var olasın inşallah. Allah sizi Quran və Əhl-i Beytdən ayrı salmasın. Bəli, bu gözəl günlərdə, bərəkətli günlərdə Hacı maraqlı mövzular ətrafında müzakirələr aparıq. Həm izləyicilərin marağına səbəb olan, həm də bizlərin marağına səbəb olan mövzular ətrafında müzakirə aparıq. Bugünkü mövzumuz ubudiyyətdir. Hacı, bəzi insanlar qul olmaqla əbd olmağı eyni başa düşürlər. Yalnız übudiyyətin məqamının insanlar üçün şərafətli olduğunu dərk etmək istəmirlər. Bilmək istərdik, Hacı, əbd kimdir, übudiyyət nədir? Yəni, bu mövzu ətrafında istəyərdik. İnşallah danışaq bu gün. Bismillahirrahmanirrahim. İlk öncə biz də bütün tamaşaçıları salamlayırıq. Allah tutduqları orucları qəbul eləsin inşallah. Allah bu mübarək aya xatir nə qədər möminlərin maddi, mənəvi müşkülləri var, həll eləsin inşallah. Çox dərin bir mövzudur, ubudiyyət mövzusu, yəni Allaha bəndə olmaq. İlk öncə insanlar bəli, o lüğəvi mənada bəzi şeyləri səhv salırlar. Məsələn, bunun barəsində qeyd edirlər ki, zəlilliyin izhar olunmasıdır. Yəni, bir varlıq öz zəlilliyin göstərir. Ona deyirlər qul. Burada insanların başa düşmədikləri məsələ nədən ibarətdir? Bunlar Allaha qul olmaqla başqa varlıqlara qul olmağı qarışdırırlar. Başqa varlıqlar qarşısında qul olmaq məcburidir. Yəni, məcburi şəkildə kimsə kimə qul olur. Amma Allah qarşısında qul olmaq ucalmaq deməkdir. Allahın qabağında insan qul olsa ucalır. Hədislər və Quran ayələri insanın daha uca məqamlara yetişməyini onunla bildirir, onunla göstərir. Və burada o mənada deyil, Allaha qul olmaq, yəni insanın məqamının aşağı salınması demək deyil. Bir hədisdə, mübarək hədisdə buyurulur, kim Rəbbindən qorxsa, Rəbbindən çəkinsə, Rəbb bütün şeyləri ondan qorxudar. Əgər Rəbbinin qabağında özünü zəlil saysa, Rəbb onu ucaldar, onu izzətli eləyər. Çünki izzət sahibi Allah Mütealdır. Quranda buyurur ki, odur əziz və izzəti bəxş eləyən də odur. Və burada diqqət eləmək lazımdır, hədislərə diqqət eləmək lazımdır, Quran ayələrinə diqqət eləmək lazımdır ki, əbd deyəndə, Allah qulu deyiləndə bu cür başa düşülməməlidir. Məsələn, zalimlar olub, dövrdə, tarixdə fironlar olub, insanlara zülm eləyiblər, qüdrətindən istifadə eləyiblər və ilə axır. Bundan söhbət getmir, bu qulluqdan söhbət getmir. Buna diqqət eləmək lazımdır ki, Allah buyurduğu, Allah dediyi qul məsələsi tamamilə ayrıdır və ilk burasına diqqət eləmək lazımdır. Biz namazda, namaz qılanda, təşəhhüdü deyəndə, elə təşəhhüddə Allah bizə onu göstərir. Görürük ki, risalətdən qabaq onu götürür. Əbduhu və rəsulu deyir. Demir rəsulu və əbduhu. Başqa yerlərdə də Peyğəmbəri Allah Müteal tanıtdıranda birinci oradan başlayır. Buyurur ki, əbd sonra rəsul. Əbd olaraq müraciət eləyir
Biz Quranda bunu diqqət edirik, görürük. Yəni əsas məsələ burada nədir? Allaha bəndə olmaq, yəni ucalmaq. Allah qarşısında, Allahdan qeyrisinin qarşısında insanın əyilməyi, insanın zəlilliyi bəyan edilmir. Məsələn, Əhl-i Beyt əleyhissalam bizə dönə-dönə dedikləri nədir? Kunu ahraran nas, insanların içində azadı olun. Azad yaşayın, azad olun, kiməsə qul olmayın. Qul olmaq yalnız və yalnız bəndəyə Allah qabağında yaraşar. Və Allah qabağında qul olmaq ucalmaq deməkdir. Çünki insan neynir? İnsan təşəkkür eləyir. Nəyə təşəkkür eləyir? Nəyin müqabilində təşəkkür eləyir? Rum surəsi 40-cı ayədə Allah 4 dənə məsələyə işarə edir. 4 məsələyə işarə eləyir və bizim ona ibadət eləməyimiz və ona qul olmağımızın 4 dənə dəlilini də orada sayır. Məsələn, Allah-u Teala buyurur ki, odur sizi xəlq eləyən. Sonra buyurur ki, sizin razıqınız sümmə rəzəqəkum, sümmə yumitukum və sümmə yuhyikum. Odur sizi yaradan, sizi xəlq elədi, sizin ruzinizi verdi, sonra sizi öldürüb və dirildən də odur. Biz diqqət eləsək, Allah kimi kim xəlq eləyə bilər? Ümumiyyətlə, Allah xaliqdir. Başqa bir varlıq varmı ki, bir şeyin bir növrəsi olmadan xəlq eləsin? Belə bir varlıq var, yoxdur. Allah həmən ayədə də sonra buyurur, şərik qoşduqlarınız bir şey yarada bilərlər. Məsələn, bir ağcaqanadı belə yarada bilməzlər. Var, bugün insanlar var, özlərin müəyyən şeylərə əlləri çatıb, elə bilirlər, nəyisə xəlq eləyirlər. Məsələn, robot düzəldir, deyir, bunu düzəldirlər. Məsələn, süni mayalandırma gedir, süni mayalandırma indi həyata keçirdirlər, deyir ki, bu da, yox, elə deyil. Süni mayalandırmanı bu eləyir, ha? Bir növrəni hardan götürür? Allahın xilqətindən. O olmasa necə eləyə bilər? Eləyə bilməz. Allahın yaratdığı şeylərdən istifadə eləmədən, Allahın xəlq elədiklərindən istifadə eləmədən nəyisə xəlq eləyə bilərsən? Yox, mümkün deyil, hamısı acizdir. Xaliqimiz odur. Bizi yaradan odur. Ona görə xaliqə nə etmək lazımdır? Təşəkkür eləmək lazımdır. Razıqimiz odur, ruzi verənimiz odur. Təşəkkür eləmək lazımdır. Bizi öldürüb dirildən də odur. Ona görə bu ayədə Allah bizə göstərir ki, siz bütün varlıqlar nəyinsə müqabilində təşəkkür eləyirlər. Və ona görə bizim ona əbd olmağımız, onun qabağında bəndə olmağımız nədir? Ən bəyənilən xüsusiyyətdir. İnsan onun qabağında əyilsə, başqa varlıqların qabağında əyilməz. Allah imkan verməz, Allah izzət bəxş eləyər. Hədislər kifayət qədərdir bu barədə. İnsanın ən uca məqamın göstərəndə onunla göstərir. Göstərir ki, ubudiyyətdir. Yəni, Allaha bəndə olmaqdır. Qul deyəndə kölə yox. İnsanlar kölə başa düşürlər. O zalım insanların, fironların, nəmrudların qabağında idi. İnsanları kölə vəziyyətinə salırdılar. Məsələn, şeytan üçün deyəndə deyir, sizi kölə vəziyyətinə salmaq istəyir şeytan. Amma Allah da sizə izzət bəxş eləyən. Ona görə bunu insanlar düzgün başa düşməlidirlər. Qul deyəndə kölə demək deyil. Qul öz yaradanını, öz raziqini tanımaq deməkdir. Sanki aşiq və məşuq mövzusuna oxşayır. Yəni məşuq düzgün məşuq olsa, aşiqına gəlib çatar. Bəli.
Allaha yetişə bilər, ondan da əlavə, yəni biz hamımız təşəkkür edirik. Bütün varlıqlar, Allahı tanımayanlar da təşəkkür edir. Biri ona bir yaxşılıq edir, təşəkkür edir. Amma sən burada nədir? Həqiqi yaradanı, həqiqi razıqını tanıyırsan və bunun qabağında təşəkkür eləmək o pis bir əlamət deyil, daha yaxşı bir bəyan edən əlamətdir. Hacı, Allah razı olsun dəyərli fikirlərinizə görə. Allah var eləsin. Bayaqda vurğuladığım kimi, dəyərli izləyicilər, bizlə bahəm birgə dəyərli Əhl-i Beyt şairi, Ustad şair Vüqar Mücahid bizlə birgədir. Hacı, gözəl qələmimizdən qeyd elədiniz, o şeylər dinləmək istəyərdik. Əvvəla təşəkkür edirəm gözəl ruhanımıza, gözəl söhbətinə görə. Allah sizə var olsun. Yolum qoyma azam ya Rəb, ibadətsiz həlak ollam. Yolum qoyma azam ya Rəb, ibadətsiz həlak ollam. Məni saxla zəlalətdən, hidayətsiz həlak ollam. Bu bəndəndən qiyamətdə ədalətlə hesab çəksən, əgər olmazsa lütfün, mən ləyaqətsiz həlak ollam. Hənüz əmmarə nəfsi ilə ləin iblis olub əlbir. Hənüz əmmarə nəfsi ilə ləin iblis olub əlbir. Məni bir an belə qoyson nəzarətsiz həlak ollam. Məad, ədl, tovhid, nübüvvət başımın tacı. Məad, ədl, tovhid, nübüvvət başımın tacı. Fəqət olsa üsul-i-din imamətsiz həlak ollam. Hərə öz övliyası ilə gələr həşrə, sənin vədün. Hərə öz övliyası ilə gələr həşrə, sənin vədün. Gətir imdada Mövlami, şəfaətsiz həlak ollam. Əcəl vaxtı rəva görmə, dilim məstur edə iblis. Ölərsəm tövbəsiz, kəlmə şəhadətsiz həlak ollam. Hələ zərr aləmindəykən bir əhd aldın mücahiddən. Hələ zərr aləmindəykən bir əhd aldın mücahiddən. Çıxıb əhdə xilaf, olsam sədaqətsiz həlak ollam. Çıxıb əhdə xilaf, olsam sədaqətsiz həlak ollam. Allah qələmimizə bərəkət versin. Təşəkkür edirik, var olasın. Elə bu gözəl sözlər, misralarla birgə dəyərli Əhl-i Beyt məddahı, Ustad Əhl-i Beyt məddahı mənim özüm də çox dinlədiyim. Hacı, xoş oldu sizi görməyə. Hacı, istəyərdim sözü sizə verim. Təşəkkür edirəm. Allah razı olsun. Allah sizin də bu gözəl şeirlivizin, qəzəlivizin necə deyəlim, bərəkətini bizlərə nəsib etdi, dinlədi inşallah. Allah daha da bərəkətli eləsin qələmimizi. Dəyərli Ustad ruhanimiz Hacı Seyid Şəhadət qardaşımız da var olsun. Dəyərli Quran qarəmizi Allah qorusun və əlbəttə ki, mənim çox böyük ehtiram bəslədiyim, əxlaqı ilə, ədəbi ilə hər zaman cəmiyyətdə örnək təşkil edən Əhl-i Beyt məddahlarından olan və bugün də xüsusilə yeni bir ampulada özünü təqdim edən əziz, dəyərli qardaşım Kərbəlayı Samirlan. Təşəkkür ederiz. Var olasınız inşallah. Xeyirli olsun. Çox sağ minnətdaram Hacı. Təşəkkür edirəm. İnşallah. Və Allah bütün ibadət edənlərin, bu ayda oruç tutanların, dua edənlərin Allah bütün cəmi ibadətlərini öz dərgahında qəbul eləsin. Mən də inşallah bir qəzəl ifa eləyərəm inşallah ki, Ramazan ayının gəlişi münasibəti ilədir. Dəyərli Əhl-i Beyt şairi, mərhum Əhl-i Beyt şairi daha doğrusu Hacı Ələmdar Mahirin qəzəlidir inşallah. Allah ruhunu şad etsin. Hədiyyə olsun bu ayda oruç tutanlara, bu ayın ehtiramını saxlayanlara. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahmanu Ya Rahim. Sevin ey xəstə könül, Mahi Ramazan gəldi.
Sevinək xəstə könül, Mahi Ramazan gəldi. Bu mübarək Ramazan dərdlərə dərman gəldi. Yenə öz süfrəsini açmış bu mübarək gündə. Yenə öz süfrəsini açmış bu mübarək gündə. Yenə xəllaq-ı cahandan yerə ehsan gəldi. Haqq yanında o qədər izzəti var Allahdan. Haqq yanında o qədər izzəti var Allahdan. Bu ayın hörmətini tutmağa fərman gəldi. Hər ayın öz şərəfi, öz adı vardır əmma Ramazan ayı bütün aylara sultan geldi. Bu ayın gör ne büyük hikmeti var ey gafil. Bu ayın gör ne büyük hikmeti var ey gafil. Kim oruç tuttu onun kalbine iman geldi. Ondan ötürü ürefauler tutar ehya gecesi. Ondan ötürü ürefauler tutar ehya gecesi. O mübarek gecede ayeyi Kur'an geldi. Her bir derdi ile, her bir derdi ile ağluda olanlar el açıyıp tapdı ehya gecesinde teze bir can geldi. O seher ki Şeh Merdani şehit eylediler. O seher ki Şeh Merdani şehit eylediler. O gece badi sebaden demi hicran geldi. Kimi mahir bu faziletlere gafil gitti. Kimi mahir bu faziletlere gafil gitti. Kimi dünyaya gelenden, kimi dünyaya gelenden ele nadan geldi. Əzzinəm həyi təbarək bize, xalqımıza, milletimize kömək olsun her zaman. Həyi təbarək. Ay bu ayda oruç tutanlar, namaz kılanlar, bu güzel mübarek ayınız olsun daha da mübarek. Daha da mübarek.
Hacı, təşəkkür edirəm. Allah sizə bərəkət Allah razı versin. olsun. Mən Allah bu təşəkkür ayın edirəm. feyzindən sizləri ayrı salmasın inşallah. Cəmiyyət cümləmizə Çox sağ olun, inşallah. xoş Var olun, olasın, təşəkkür var edirəm. olasın. Hacı, bayaqları gözəl nüanslara toxunduq, gözəl mövzulara toxunduq. İstəyərdim Əbd ilə Abidin fərqindən danışaq. Fərqi varmı Əbd ilə Abidin? Bəli. Əbdlə Abid çox fərq var aralarında. Bəzən insanlar elə bilirlər, abid olmaq elə əbd olmaqdır. Yox, yəni hər abid əbd ola bilmir. Abid yəni ibadət eləyən, ibadətin şəklini yerinə yetirən. Amma əbd odur ki, o Allah qabağında bütün varlığı ilə təslimdir. Ümumiyyətlə biz belə bənzətmə eləyib başa düşə bilərik. Əxlaq alimləri bunları qeyd eləyəndə buyururlar, ruh burada əbddir, abid isə nədir? Onun maketidir. Yəni insan tarixdə də olub, hədislər bunu nəql eləyirlər. Bəzi abidlər olublar, ibadət eləyiblər. Onların mələklər baxıblar, nə yaxşı bunlar ibadət eləyirlər. Rivayətdə vurur, baxdılar, dedilər, nə yaxşı ibadət eləyir, nə yaxşı bəndədir. Allah buyurdu ki, onun elədiklərinin bir danışdırın onu, danışdırandan sonra bilərsiz nə qədər qiyməti var. Mələklər də gəldilər, danışdırdılar, başladı danışmağa, dedi ki, Allah bu boyda şeyləri xəliq eləyib yaxşıdır, filan da bunları yaradıb, amma bu məsələlər yerində deyil də, gərək belə olmayaydı. Hədisdə də buyurulur ki, insanların ağılları qədərində onların ibadətlərinin də qiyməti var, özlərinin qiyməti də ağılları qədərindədir. İndi bir insan durub ibadətin şəklin yerinə yetirirsə, amma təslim olmaq yoxdursa, təslim olmursa, onun faydası yoxdur. Məsələn, tarixdə baş verən hadisələr, acı hadisələrin nəticəsi nə olub? Məsələn, tarixdə xəvaric olub, tarixdə başqa-başqa dəstələr, cərəyanlar olublar, məsumla üz-üzə dayanıblar. Bunların hamısını qoysaq, ta xilqətin əvvəlinə qayıtsaq, şeytanın müşkülü nə idi? Şeytan harda Allahı inkar edib, şeytan harda deyib ki, Allah yoxdur. Belə bir şey yoxdur. Şeytan deməyib, sən yoxsan. And içir, Allahın izzətinə və cəlalına and içir. Allahı inkar eləmir. Qiyamətə imanı var. Usul-i dindən şeytan, usul-i dindən üçünü qəbul eləyir. Tohidi qəbul eləyir. Allah təkdir. Şəriki yoxdur. Tək olan varlıq odur. Şeytan qəbul eləyir, qiyamət günü var. Şeytan qəbul eləyir ki, peyğəmbərlik var. Allahın elçiləri var. Şeytan bunları qəbul eləyir. Şeytanın müşkülü haradaydı? Şeytan özü bir səpki ortaya qoydu. Əbd yəni Allahın səpkisi ilə hərəkət eləyən, öz səpkisini ortaya qoymayan. Əbd budur. Abid isə öz səpkisini təqdim eləyir. Yəni, bu bütün abidlərdən söhbət getmir. Yəni, bir adam öz səpkisini təqdim eləyirsə, demək burada nədir? Bu abiddir, amma əbd deyil. Əbd olmaq budur ki, yalnız və yalnız Allah. Yalnız Allah. Allah nə cür? İmam Sadiq əleyhissalam, Ünvan-ı Bəsriyə, məşhur həmən o səhabə Ünvan-ı Bəsri, o 94 yaşında olanda ki, Həzrət İmam Sadiq əleyhissalamın yanına gəlir. O sonra İmam Sadiqi tapır. Məşhur hadisəsi var Ünvan-ı Bəsrinin. Ünvan-ı Bəsri sual verir, deyir, həqiqəti nədir? Əbd olmağın, bəndə olmağın həqiqəti nədir? İmam Sadiq əleyhissalam orada sayanda Həzrət buyurur ki, insan bütün olanları Allahın mülkü bilsin. Nə var Allahındır. Hər nə mənim əlimdə var, Allahın mülküdür. Əgər biz bu cür bilsək, nə əlimizdə var, Allahındır, onda insan rahat şəkildə infaq eləməyi bacarır. ehsan eləməyi bacarır. Allah Quranda nə buyurur? Mimma rəzəqnakum.
nəyi sizə mən ruzi vermişəm, ondan verin. Allah deyəndə verin, deyir, mimma rəzəqnakum, biz verdiyimizdən verə, sənin deyil. Biz diqqət eləyəndə baxırıq, görürük Qur'an-ı Kərimdə, Qur'an ayələri və hədislər buyururlar ki, bəndə odur, bəndə birinci neynəsin? İmam Sadiq əleyhissalam buyurur, hər şeyi Allahdan bilsin, Allahdandır. İkinci məsələ odur ki, deyir, bəndə hər hansısa bir qərarlar, məsələn, mən filan şeyi eləyəcəm özüm üçün və mən qərar verdim, qutardı, getdi. Yox, belə deyil. Həzrət Əli nə buyurur? Deyir, mən Rəbbimi mənim tutduğum qərarları sındırmaqla tanıdım. Nə demək istəyir Həzrət? Gördüm ki, dəyişən biri var. Hər şey belə deyil, mən qərar qoydum, mən bir nəticəyə gəldim, filan şeyi belə eləyəcəm, o cür də olacaq. Yox, Xaliq izin versə, Allah izin versə. Yəni, bütün bu məsələlərdə əbd, İmam Sadiq əleyhissalam buyurur ki, əbd odur, hər şeyini Allahdan bilsin. Hər şey Allahdandır, Allah tərəfindəndir. Buyurur, bu cür olsa və Rəbbinin qabağında zəlil o vaxt olar, o vaxt təkəbbürü sınar bəndənin, neynəsin? Yalnız və yalnız hər şeyin yaradıcısı odur, xəlq eləyən odur. Bu cür yanaşsa başa düşər. Başa düşər ki, və ibadəti də dərk eləyər, həqiqi əbd onda olur. Hər şey təslim olur. Allah, məsələn, təvəkkül məsələsində diqqət eləsək, Allah neyniyir? Bəndələrin əbdiyini göstərir. Məsələn, Həzrəti Musa əleyhissalam tarixdəki hadisəsi, Firondan qaçdılar, gəldilər, Nil çayına yetişdilər. Nil çayına yetişəndə buyurur, Qur'an-ı Kərim belə vəsf eləyir ki, bəndəm ümidsizliyin sərhədinə dirəndi. Hara? Yəni, Nil çayına dirəndi, Firon arxadan gəlir. Firon neyniyəcək? Öldürəcək. Qabaqda da Nil çayıdır, keçmək mümkün deyil. Allah əmr eləyir, əsanı vur Nil çayına, Nil aralanır. Həzrəti Musa keçir və Allah deyir, arxaya dönmə Musa. Niyə dönmə? Məsələn, təsəvvür eləyək, bir düşmən dalımızca düşüb bizi öldürmək istəyir, arxamızca gəlir və biz qaçırıq, bir yer var, orada bir keçid körpü var, bir dənə keçiddir. Yəni, oradan bir nəfərlik keçiddir, bütün yol da oradandır, başqa yerdən yol yoxdur. Mən oradan keçirəm, ilk işim nə olacaq, düşmən gəlib məni öldürməsin. Mən birinci keçdim, körpünü neyniyərəm, dağıdaram ki, gəlib məni neynəməsinlər, öldürə bilməsinlər. İndi Həzrəti Musa Nilə əsasını vurmuşdu, keçmişdi. Gördü ki, əsamı vurmaqla Nil ayrıldı. İndi Allah deyir, dönmə, çünki Nil əsanı vurmuşdu, Nil ayrılmışdı. Dönüb əsanı vurmalıdır ki, birləşsin. Allah deyir, dönmə, yəni görüm sənin təvəkkülün haracandır. Nə qədər təvəkkül eləyirsən? Məsələn, hər şey qaydasında olsun, filan olsun, onda təvəkkülümüz hara qədərdir? Hara qədər təvəkkül eləyirik? Əbd odur ki, təvəkkülün düz eləyir. Əbd odur, Xaliqin bu cür tanıyır. Hər şeyə qadirdir, hər şeyi o bacarır, hər şeydə neynir, onun öhdəsinə qoyur, öz işlərini Allahın öhdəsinə qoymaq yox. Bəzən insanlar təvəkkül məsələsində elə bilirlər, öz işlərimi qoydum, öz vəzifəsini əməl eləmir, deyir, Allaha təvəkkül eləmişəm. Yox, bu belə deyil. İndi həqiqi bəndələr neynirlər? Həqiqi bəndələr Allaha təvəkküllərini düz eləyirlər. Həqiqi bəndələr, Həzrət Əli əleyhissalam buyurur, İlahi, mənim üçün ən uca olan, ən üstün olan məqam odur ki, sən məni bəndə olaraq qəbul eləyəsən. Məni bəndən olaraq qəbul eləyəsən. Abid ibadət eləyər, namaz qılar,
çoxlu namaz qılar, ibadət eləyər, zikr eləyər. Əgər orada özü nəyisə təqdim eləyirsə, mən bu cür, məsələn, insanların içində biz bunu çox görürük. Deyir, filan şeyi mən başa düşməsəm qəbul eləyə bilmərəm. Məsələn, hər hansısa bir şəri məsələ. Deyir, bu balıq niyə məsələn bu haram olmalıdır? Bunu mənə izah eləyin. Ola bilər kimsə sənə izah eləyə bilməsin. Ola bilər müəyyən şeyi elm bugün yetişsin ona, izahını verə bilsin. Ola bilər də verə bilməsin. Qiyamətə qədər də kimsə bunun hikmətini bilməsin. Hikmət sahibi kimdir? Allah mütəala elədi. Buyurur ki, "Ən-nasu kəl-mərda və Rabbul aləmin kət-təbib." Biz xəstə misalındayıq, aləmlərin Rəbbi təbibdir. Həqiqi təbib odur, həqiqi həkim odur. Elədir. İnsan həkimə gedir, 50 il dərs oxuyanda, mədəsi ağrıyanda, başı ağrıyanda, həkimə gedəndə 5 il universitet qutaran, tibb universiteti qutaran bir həkim ona əgər resept yazırsa, heç bir 50 il kitabı oxuyan demir bunu nəyə əsasən belə yazırsan. Demir. 50 il oxuyan müştəhid də başı ağrıyanda gedir o həkimin yanına. O 5 il, 10 il oxuyan təbibin yanına gedir. Niyə? Çünki onu öz sahəsində nə bilir? Mütəxəssis bilir. Onu bu sahənin bilicisi kimi bilir. Və o nə yazırsa sualsız nə edir? Qəbul eləyir. Biz Allahı həkim olaraq, Allahı qüdrət sahibi olaraq, hər şeyi bilən, hər şeyin yaradıcısı olaraq əgər qəbul elədiksə, onun əmrlərinin müqabilində nə olacağıq? Bu cür müt'i olaraq, yəni biz deyəcəyik ki, boynumuz nədir? Tükdən də incədir, sənin əmrövün qabağında. Buna deyirlər əbd. Bu olur əbd. Yox, durub gəlsin desin ki, mənə çatmır bu məsələ, mənim üçün aydın olmur. Ona görə mən qəbul eləmirəm. Bu əbd olmaq deyil. Əbd olmaq la ilahə illallah demək deyil. Biz hamımız kimi dindirsən deyir qurban olum Allaha. Biz Allah quluyuq. Bəli, sən istəsən, istəməsən, xaliq odur, yaradan odur. İstəsən, istəməsən də nədir? Sən ixtiyar sahibi deyilsən, bir gün öləcəksən, dünyadan köçəcəksən. Allahın təyin elədiyi bir əcəl hər bir insan üçün gələcək, hər bir varlıq kullu nəfsun zaiqətul mevt deyir. Bütün varlıqlar nə edəcəklər? Dadacaqlar ölümü. Bu baxımından hamımız bilirik ki, qüdrət sahibidir, Allahdır. Hamı da deyir, qurban olum Allah. Amma əməldə gələndə əbddir ya yox? Əməldə əbd olmaq odur ki, Allahın hökmlərinin qabağında neynəsin? Qayda qanunlarının qabağında insan hər cəhətdən təslim olsun. Buna deyirlər əbd. Əbdlə abidin fərqi buradadır. Abid ibadət eləyir, öz zövqü ilə eləyir ibadəti. Nəyisə istədiyi formada eləyir. Allahın istədiyi hər hansı həyatının bütün sahələrində, bütün işlərdə əgər desə ki, Allah nə cür istəyirsə, mən də o cür, buna deyirlər əbd. Amma yox, belə olmasa, öz səpkisini ortaya qoysa, o əbd sayılmaz, abid sayılar. Çoxlu abid, yəni çoxlu ibadət eləyən. Uzun uzadı, məsələn, gecə namazı qılır. Uzun uzadı namazlar qılır. İnsan var, illərlə də orucdur. Mən bir nəfərlə rastlaşmışdım, oruç tuturdu. Neçə il idi? Mənə dedilər, artıq 3 ildir oruç tutur. Məsələn, mübarək Ramazan bayramında gördüm oruc, dedim şərən olmaz da, bayramda oruç tutmaq haramdır. Allah deyib, burada Allah, yəni bəndə olmaq bu da, Allah deyir, burada yeməlisən. Burada yeməməlisən. Allah mənə deyir, mədən sağlamdır, bu Ramazan ayında oruç tutmalısan, yesən haramdır.
həmən o neməti, hər şeyi mənə halal eləyən Allah filan saatdan filan saata mənə deyir ki, haramdır, yemə. İndi mənim bir müşkülüm olsa, şərii cəhətdən mənə deyəcək nədir? Sənə oruç tutmaq olmaz. Deyirəm, ay Allah, mədə mənimdir də, ağrıyır, qoy ağrasın. Xəstə mənəm də, mənim təzyiqim var, ac qalanda mən pis hala düşürəm, mənim üçün təhlükə yaranır da, mən tutmaq istəyirəm. Allah deyir, haramdır, olmaz. Tuta bilməzsən. Niyə? Allahın hökmüdür. Allahın hökmü harda nə deyirsə ona təslim olmalısan. Bu əbddir. Amma abid özü üçün bir dənə səpki qoyur, bir səpki qərar verir, o səpki ilə hərəkət eləyir, öz zövqünə uyğun. Həmən imamların qarşısında duran adamlar, Peyğəmbərin dövründə olsun, Həzrəti İmam Həsən əleyhissalamın dövründə olsun, onlar neyində? İtaət eləmirdilər. Onlar itaət eləmirdilər. Onlar deyirdilər ki, İslamı, niyə deyirdilər Həzrəti Əlinin bədənini çıxardıb yandırın? Həzrəti Əli şəhid olandan sonra mübarək bədənini çıxardıb belə yandırmaq istəyirdilər. Niyə? Və digər imamlarla o çıxartdıqları, biz tarixdə baxırıq onlara qarşı o nifrətləri filanları nəyin nəticəsində olub? Onlar Allah tanımırdılar. Onlar deyir, Nəhrəvan şeyxinin alnı qəbər bağlamışdır namaz qılmaqdan. Sadəcə olaraq öz zövqünə uyğun hərəkət eləyirdi. İbadətdə də belədir. İnsan öz zövqünü ortaya qoysa, Allahın buyurduğu zövqü qırağa qoysa, onda nə olacaq? Abid ola bilər, amma əbd ola bilməz. Seyid, təşəkkür edirəm. Allah razı olsun. Çox gözəl izah verdiniz. Allah var Mən inanıram ki, Ona Doğru proqramını izləyən tamaşaçılar da sizin bu gözəl sözlərdən böyük zövq aldılar. Elə bizlər də doymadan dinləyirik sizi. Allah sizi var eləsin. Və istəyərdim bu məqamda gözəl Əhl-i-Beyt şairi Vüqar Mücahid gözəl şeirlərindən birini də səsləndirərdi. Bizlər də böyük eşqlə dinləyərdik. Zəhmət olmasa. İstəyirəm Həzrət Əli əleyhissalam barədə bir məsnəvi deyim iznimizlə. Ürafa bəzminə getdim bir gün. Böyle bir qissə eşitdim bir gün. Əli ibn Əbu Talibdəndir, xətmi Peyğəmbərə naibdəndir. Cəngi küffarıda almış yarə, gəlib əshab-ı ki qılsın çarə. Tir batmış qədəmi Mövlaya, səbəb olmuş sitəmi Mövlaya. Neçə loğmanı gəlib hər biri, cəhd qılmış ki çıxarsın tiri. Dözməyib şiddəti ağruya Əli, etməyib tabı bu qayğuya Əli, qoymayıb kimsə toxunsun tirə, keçib əshab digər tədbirə. Yığılıb bir neçə yaru ənsar, xanəyi xatəmə etmişlər güzar. Ki deyiblər budur əhvalı Əli, çarə etsin Rəsulullahın əli. O da Rəbbi ilə edib razı niyaz, buyurub tiri çəkün vaxtı namaz. Müxtəsər ta yetişib vaxtı salat, çıxarıblar oxu rahat-rahat. Bu hədis barədə fikr etdim mən, əcəba, ruhu olur tərkib bədən, mürtəzanın namaz əsnası görən, yoxsa var başqa müəmması görən? Şübhə və şəkki sıxır ruhu təni, dəxi meydançada bir dəfə məni, gördüyüm mənzərə dilşad elədi, məni bu fikridən azad elədi. Oynayır bir neçə tifli məsum, o buna, bu ona eğilirdi hücum. Onların mən nəzər etdim birinə, ayağından qan axır su yerinə. Elə qərq olmuş oyunun şövqündə, qalıb ağru acının fövqündə. Özgə bir vaxt olaydı gər kim, ağrıdan canın edərdi təslim. Bu işin hikmətini dərk elədim, o qəra şübhələri tərk elədim. Dərd-ü dünyadan edib azadə, əlini şövq namaz dünyada. Eşq möcüz edər, istərsə könül, aşıq öz məşuqinə versə könül, fərş-i dünyada üzər cismi kədər, ruh isə vəsl edəmi meyrac edər. Ruh isə vəsl edəmi meyrac edər. Maşallah. Allah razı olsun. Allah sizi Əli əleyhissalamdan ayrı salmasın. Amin, Təşəkkür amin, ederim. Var olasın amin, inşallah.
dəyərli usta, dəyərli Əhlibeyt Məddahi, Hacıcan sözü sizə vermək istəyirəm. Bizi izləyənləri feyziyab eləsin bir gözəl ilahi ilə inşallah. Gelişinle çok sevindi yürekler, ruhumuzda açtı günler çiçekler. Köyden yere nur çiledi, nur çiledi melekler. Ey mahi mübarek sen ey Ramazan, Ramazan. Ey mahi mübarek sen ey Ramazan, Ramazan. Gelişinle çok sevindi yürekler, ruhumuzda açtı günler çiçekler. Köyden yere nur çiledi, nur çiledi melekler. Ey mahi mübarek sen ey Ramazan, Ramazan. Ey mahi mübarek sen ey Ramazan, Ramazan. Ramazan, Ramazan, sevincimiz Ramazan. Ramazan, Ramazan, mahi mübarek Ramazan. Ramazan, Ramazan, sevincimiz Ramazan. Ramazan, Ramazan, mahi mübarek Ramazan. أنت الملك وأنت سلطان الشهور. أنت الشهر الهادي إلى طريق الجنان. أنت الملك وأنت سلطان الشهور. أنت الشهر الهادي إلى طريق الجنان. أنت الهلال الساتع وشهر العشاق يا رمضان أيها الشهر المبارك. أنت الهلال الساتع وشهر العشاق يا رمضان أيها الشهر المبارك. رمضان رمضان شرفتنا رمضان. رمضان رمضان سرورنا رمضان. رمضان رمضان سرورنا رمضان. رمضان رمضان سرورنا رمضان. Baharısan, sultanısan, şahısan. Bir aysan ki behişlerin, cennetlerin mahısan. Bir ayın baharısan, sultanısan, şahısan. Bir aysan ki cennetlerin, behişlerin mahısan. Müminlerin, aşıklerin, siddiklerin rahısan. Ey mahi mübarek sen ey Ramazan, Ramazan. Müminlerin, aşıklerin, sadiklerin rahısan. Ey mahi mübarek sen ey Ramazan, Ramazan.
Ramazan, sevincimiz Ramazan, 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 mahi mübarek Ramazan, 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 sevincimiz Ramazan, 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 mahi mübarek Ramazan. Hacı, təşəkkür edirik. Allah razı olsun. Allah razı olsun. Allah səsə Mən sizə bərəkət təşəkkür versin. edirəm. Çox sağ olun, Çox sağ olun. minnətdarıq. Hacıcan, übudiyyətin məqamının ən son mərhələsi varmı? Hansı mərhələsi sondur? Yəni, bu mövzu haqqında istəyirik, sonda danışaq. Bəndə biz Qurani Kərim onu bizə bildirir və Məsum əleyhissalamın həyatında da biz diqqət edirik. Onlar Həzrəti Peyğəmbər onun ən uca məqamında dayanır. Allahın Rəsulu, Allah onu xəlq elədi və yer üzünə Allahın ən üstün rəsmidir Həzrəti Peyğəmbər. Həzrəti Peyğəmbər üçün buyurur ki, Qurani Kərimdə diqqət eləsək, Peyğəmbərin adı ilə heç bir yerdə xitab eləmir. Məsələn, birbaşa adı ilə desin ki, başqa yerlərdə, məsələn, Peyğəmbərlər barəsində ya deyərək nida eləyir Allah. Amma Həzrəti Peyğəmbər üçün bu cür yoxdur. Həzrəti Peyğəmbər üçün gəlir, deyir ki, Peyğəmbəri ən uca mərhələyə qaldıran Allah Müteal Meyracda buyurur ki, və əsra əbdihi. Allah öz bəndəsini seyr elətdi, apardı. Allah apardı. Həzrəti Musa üçün nə deyir? Və caə Musa. Həzrəti Musa neynədi? Gəldi. Musaya dedi, gəl. Peyğəmbəri götürdü, apardı. Burada Peyğəmbər-i Əkrəm, burada bir Allahın xüsusi cazibəsi var. Peyğəmbər onun içindədir. Niyə? Çünki əbd-i məhz ən uca mərhələdə duran Həzrəti Peyğəmbərdir. Həzrəti Peyğəmbəri bu cür vəsf eləyir Qurani Kərim və bu cür xitab eləyir, əbd olaraq xitab eləyir. Və biz Qurana diqqət eləsək, Qurani Kərim Fəcr surəsində Ya eyyuhətən nəfsul mutmainnə irci'i ilə rabbiki radiyətən mərdiyyə. Ey aram olan nəfs, Rəbbivə tərəf qayıt, Rəbbin səndən razı, sən Rəbbindən razı, Rəbbin də səndən razı. Sonra deyir, daxil ol onun bəndəliyinə, daxil ol onun cənnətinə. Bu ayənin misdaqı Həzrəti İmam Hüseyin əleyhissalamdır. Ayənin misdaqı Həzrəti İmam Hüseyin və Əhl-i Beyt əleyhissalamdır. Əhl-i Beyt əleyhissalam barəsində biz dəfələrlə bunu söhbətlərdə qeyd eləmişik və bütün İslam aləminə sual olaraq ünvanlamışıq ki, Qurani Kərimdə Allah şeytanla bir neçə yerdə danışıb, neçə yerdə sual verib, şeytan da bir neçə yerdə müxtəlif formada cavab verir. Deyir ki, şeytan, sən niyə ibadət eləmədin? Adəmə deyir, məni torpaqdan, məni oddan, onu torpaqdan xəlq eləmişsən. Bir yerdə də buyurur ki, nə səbəb oldu təkəbbürlük elədin, özünü alilərdən saydın? O alilər həmən həqiqi əbdlərdir. Bəzi təəssübkeş insanlar olublar, tarixdə gəlib deyiblər ki, bunlar bir dəstə mələklərdir. Yəni, alilər bir dəstə mələklərdir. Biz əvvəlki ayədə, Bəqərə 37-dədir, səhv eləmirəmsə, 34-cü ayədə. O ayədə diqqət eləyirik, Allah deyir, bütün mələklər səcdə elədi. Bütün mələklər səcdə elədi, iblis neynədi? Təkəbbür göstərdi. Yəni, səcdə eləməyən bir varlıq qalmayıb. Allah deyir şeytana təzədən, yəni bütün mələklər eləyib, sən eləməmisən, təkəbbür göstərməlisən. Sən özünü alilərdən sayırdın. Bu alilər kimdir? Bu alilər Allahın həmən
Həzrəti Peyğəmbər Əkrəm Əbu Səid Xudri nəql eləyir hədisi. Peyğəmbər buyurdu, mən, Əli, Fatimə, Həsən, Hüseyn. Bunu Peyğəmbər buyurur. İmam Sadiq əleyhissalam buyurur, nəhnu əhləl beyt, biz əhl-i beytik. Yəni, bunlar kimlərdir? Bunlar həqiqi bəndələrdir. O bəndəliyin son mərhələsində dayanan şəxslərdir. Həzrəti İmam Hüseyn əleyhissalam mütəfəkkirlər, insanlar barəsində danışanda deyirlər İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalamın hədəfi əmr be məruf. Bəli, əmr be məruf qabaqda olan hədəflərdən idi. Əmr be məruf müsəlmanın həyatının əsas məsələlərindəndir. Əmr be mərufsuz əməllər qəbul olunmur. İmam Hüseyn əleyhissalam birinci əmr və məruf eləyən şəxsdir. Yəni, yaxşılığa dəvət, pislikdən çəkindirmək. Bu bəllidir. İmam Hüseynin əsas hədəfi, ən ümdə hədəfi Allaha necə bəndə olaraq onu göstərdi. İnsan Allaha necə bəndə olar? Allahın bəndəsi, Allahın qabağında necə hər şeyə razı olar, hər şeyin müqabilində dayanar, bəndəliyin göstərər. İmam Hüseyn əleyhissalam bunu əyani şəkildə göstərib Kərbəla hadisəsində. Mən bir neçə nöqtəyə işarə eləyim. Diqqətinizi çəkim o nöqtələrə. Məsələn, tarixdə gəzsinlər, bir yerdə bir cümlə tapsınlar. İmam Hüseyn əleyhissalam bir cümlə deyib ki, ilahi yoruldum. Yoxdur. Bir yerdə gəlsin Allahla danışsın, öz başına gələn müsibətləri, çətinlikləri İmam Hüseyn əleyhissalam dilə götürsün. Belə bir şey yoxdur tarixdə. Belə bir cümlə yoxdur. İmam Hüseyn əleyhissalamın gözünün qabağında, onun qucağında, körpəsini oxlayanda İmam Hüseyn əleyhissalam, İmam Səccad buyurur, qanın götürdü, səpdi göyə və dedi, ilahi, baş verənlər sənin gözünün qabağında baş verir. Yəni, bəndəyə ikinci kəlməni deməyə ehtiyac yoxdur. Şikayət burada gözünün qabağındadır. Nə şikayət? İmam Hüseyn əleyhissalam çıxıb Kərbəlaya gedəndə, İmam Hüseyn Mədinədən çıxanda insanlar qabağın kəsib, hamının dediyi bir söz var idi. Hüseyn, onlar vəfasızdılar. Hüseyn, onlar sənin atuvun, qardaşının başına gətirdikləri, sənin də başına gətirərlər, öldürərlər. İmam Hüseyn əleyhissalam buyurur ki, ölüm Adəm övladının boynunda, cavan qızın boynunda olan boyunbağıya bənzəyir. Yəni, cavan qız neyinir? Boyunbağı salır, bəzəkdir də, özünə bəzək vurur. Ölüm Adəm övladının boynunda boyunbağıya bənzir. Yəni, siz bir şeydən qorxursunuz, ondan qorxmaq lazım deyil. Siz əgər əbdsizsə, bəndəsizsə, siz öz xaliqinizə qovuşmağı sevməlisiniz. Siz bunu rahat şəkildə həzm eləməlisiniz. Ayədə buyurur, kullu nəfsun zaiqətul maut. Bütün canlılar ölümü dadacaqlar. Dadılası bir şeydir. Allah bəndəsi ölümü dadmalıdır. Həzm eləməlidir ölümü. Yəni, ölüm onu yox, o ölümü həzm eləməlidir. Ruhu o qədər böyüməlidir ki, ölüm onun gözünün qabağında nədir? Kərbəlada az yaşlı, cavan yaşında olan necə baxır ölümə? Deyir, mənim üçün baldan şirindir. Xanım Zeynəb salamullahi aleyha buyurur, ma ra'aytu illa cəmila. Cəmila burada gözəllikdən başqa bir şey görmədim. Gözəllik burada qardaş balasının doğranması, qardaşının doğranması deyil, körpənin oxlanması deyil. Bu gözəllik deyil. Gözəllik burada onların hamısının ilahi rəngə boyanması idi. Nə qədər əbdidirlər bunlar? Xanım Zeynəb nə qədər əbdidir? Meydana gəlir, qardaş şəhid eləyiblər. Gözünün qabağında nədir? Çıxıblar sinəsinin üstünə, boğazını kəsirlər. Hər nə var, hamısını şəhid eləyiblər. Xeymələrə də hücum eləyirlər, yandırırlar, körpələr susuzdur. Hamısı xanım Zeynəbin öhdəsindədir. Bu vəziyyətlə gətirirlər, qardaşının bədənini tapır.
qardaşının bədənin tapandan sonra xanım Zeynəb əlin saldı kürəyinə, qaldırdı. Əlin qaldırdı, dedi, ilahi, bu qurbanı məndən qəbul elə. Buna deyirlər əbd. Xanım Zeynəb salamullahi əleyha bu cür, Həzrət İmam Hüseyin əleyhissalam bu cür, məsələn, İmam Hüseyin əleyhissalamı niyə qeyd elədim? İmam Hüseyin əleyhissalam dayanır orada. İmam Hüseyin o ayənin misdaqıdır. Allah Quranda səbirli bəndəsindən danışır elədi. Bir bəndəsindən buyurur ki, Həzrət Əyyub mənim səbirli bəndəmdir. Haracan səbir elədi? Allah Müteal deyir, dünya ilə, malla, hər şey əlindən çıxdı, hamısına səbir elədi. Səbir elədi, övladların aldı, filan oldu, bir çətinliklər. Gəldi bir yerə çatdı, indi rivayətlər fərqli var. Rivayətin birində deyir ki, dil yarasına görə, dedi, buna dözə bilmirəm. Müxtəlif formada bu rivayətlər var. Nəticə etibarı ilə gəldi, axırda dedi, ilahi, daha dözə bilmirəm. Allah bütün bunları gəldi, dedi, nədir? Əyyub, deyirsən əvvəlkilərə dözdüm. O dözməyi sən dözürdün, yoxsa biz dözürdük? O qüdrəti biz sənə vermişdik, dözürdün, yoxsa özün dözürdün? Hər şeydə Allah buyurur ki, yəni mən eləyirdim, sən dözürdün. O qüdrəti mən sənə vermişəm, dözmüsən. Məsələn, Həzrəti Musa ilə danışır Allah. Allah deyir, məni olduğu kimi həmd elə, şükrümü elə. Yəni, mənə bəndə ol, olduğu kimi mənim şükrümü elə. Deyir, ilahi, səni olduğu kimi necə təşəkkür eləmək olar? Necə sənin şükrünü yerinə yetirmək olar ki, hər şükür istəyir. Mən başımı səcdəyə qoyuram, Allaha təşəkkür edeyim. Mənə nəfəs lazımdır, mənə can lazımdır, məndə bir qolumda güc olmalıdır, mən səcdəyə gedim. Bir kəlməni deməyə belə, təşəkkür eləməyə belə Allah mənə qüdrət verməlidir. Bunları Allah verir, mən təşəkkür eləm. Allah, sən bunu verdin, mən sənə səcdə elədim. İndi o səcdə elədiyimə görə mən eləyə bildim də onu da. Bir anın içində canım çıxsaydı eləyə bilməzdim. Allah verdi o möhləti mənə. İndi o möhləti verdiyinə görə təzdən nədir? Yenə də şükür istəyir. Deyir, ilahi, hər şükrün şükür istəyir. Allah Müteal buyurur ki, Musa, buranı ki başa düşürsən, hər şükür istəyir. Mümkün deyil Allah'a olduğu kimi təşəkkür eləyəsən. Bu özü şükürdür. Ən böyük şükür budur ki, bunu başa düşəsən. Bunu qəbul eləyəsən, bunu bu cür biləsən. Əhl-i Beyt əleyhissalam bu cür olublar. Həzrət Əyyub orada axırda deyir ki, ilahi, dayı, mən səbir eləyə bilmirəm. Allah Müteal da Quranda yenə də ona deyir, bizim səbirli bəndəmizdir. Amma İmam Hüseyin əleyhissalamı müqayisə eləyir. İmam Hüseyin heç bir yerdə şikayət yoxdur. İmam Hüseyin əleyhissalamın gözünün qabağında baxır, ravi deyir, torpaqların üstündə, bədəndə saysız yara. Xırıltı ilə gördüm, nəfəs alır, bir gözü xeymələrdədir. Düşmən də hücum eləyir xeymələrə. Xanım Zeynəb körpələri yığıb arxasına, qamçı ilə vurmaq istəyəndə qollarını açır. İmam Hüseyin bunu görür. İmam Hüseyin deyir ki, ilahi, rıdan bi qədaik. Demir, ilahi, mənim bacımı döyürlər. Demir, ilahi, körpələri at döşünə salıblar. Demir, ilahi, dayı, buna dözə bilmirəm. Deyir, ilahi, sənin qəzavı qədərvə razıyam. Buna deyirlər əbd. Əhl-i Beyt əleyhissalam ən uca mərhələsində dayanıb. Yəni, burada mərhələlər var. Bir var, insan abid yox, əbd. Əsas məsələ əbd olmaqdır. Əbd olandan sonra hər şeyi qəbul eləyir, hər şeyi Allahdan bilir. Bu olandan sonra artıq nədir? Biz baxırıq, Allahın peyğəmbərləri, məsum şəxslər, bunlar hamısı nədir? Və övliyalar olublar, Allahın əbdi olublar. Onların içində bəziləri xüsusi şəkildə nədir? İmtahanlarda onların məqamı çox uca olub, seçiliblər. İmam Hüseyin əleyhissalam kimi, Əhl-i Beyt əleyhissalam kimi bunların içində nümunələr var. Bunların məqamı nədir? Daha üstündür, daha fərqlidir.
Hacı, təşəkkür edirik gözəl fikirlərinizə görə, minnətdarıq. Öz adımdan, ona doğru proqramını Xalq TV adından inşallah sizə təşəkkür edirik. Və sona az qalmış proqramın istəyərdik bir gözəl Seyidcan dua eləyəsiniz inşallah. Bizlər də amin deyək. Ekran qarşısında əyləşən əzizlərimiz də ümumən hamımız bahəm bir amin deyək inşallah. Çox sağ olun, biz də təşəkkür edirik. Allah müvəffəq eləsin. Allah bütün əzizlərimizin tutduqları orucları ali dərəcədə qəbul eləsin inşallah. Allah hamd verək izzət və cəlalına. Allah mütəal xalqımızı, millətimizi düşmən təfəkküründən hifz eləsin. Nə qədər maddi, mənəvi müşkülü olan əzizlər var, müşküllərin həll eləsin. Allah mütəal xəstəsi olanların xəstələrinə şifa versin inşallah. Bu mübarək ayda, bu gözəl ayda yadımızdan çıxartmayaq biz vətən şəhidlərimizi. Allah ruhlarını şad eləsin. Allah onları bizə duaçı qərar versin inşallah qiyamət günü. Allah İmam Zaman ağanın zuhurunu təcil eləsin. Allah bu ayda xüsusi şəkildə bizi bağışlasın inşallah. Həqiqi bağışlanmış bəndələrindən qərar versin inşallah. Allah var eləsin. Təşəkkür edirəm bir daha. Təşəkkür edirik. Var olasın gözəl dualarınıza görə. Allah var eləsin. Və mən istəyərdim sonda dəyərli qardaşımız Qari Quran Ramal qardaşımdan bir neçə ayə dinləyək. Allahın verə izzət cəlalına Qur'anı dinləyib nicat tapanlardan olaq inşallah. Burası əziz qardaşım, sonda söz sizdədir. Allah razı olsun qardaş. Dəvətinizə görə təşəkkür edirik. Allah var eləsin əziz qardaş. Təşəkkür edirik. Allah razı olsun. Qardaşlarımız Allah var eləsin. Allah sihfiz eləsin. Allah sizə bərəkət versin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم طه ما أنزلنا عليك القرآن لتشقى إلا تذكرة لمن يخشى تنزيلا ممن خلق الأرض والسماوات العلى الرحمن على العرش استوى له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى بسم الله الرحمن الرحيم طه ما أنزلنا عليك القرآن لتشقى إلا تذكره إلا تذكرة لمن يخشى تنزيلا ممن
خلق الأرض والسماوات العلى الرحمن على العرش استوى له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى وإن تجهر بالقول فإنه يعلم السر وأخفى الله لا إله إلا هو له الأسماء الحسنى صدق الله العلي العظيم. Təşəkkür ederiz qardaşım, Allah razı olsun. Və beləliklə, dəyərli izləyicilər və tamaşaçılar, bugünkü proqramın sonuna gəldik, çatdıq. Allah hər bizdən razı olsun, təşəkkür edirik, var olasınız. Bugünün feyzindən ayrı qalmayasınız inşallah və bizləri izləmədə qalın. Allaha əmanət olun inşallah.